Azərbaycanda aparılması gözlənilən söküntü proseslərinə dair danışacağıq və bununla əlaqədar olaraq kompensasiya mexanizmi daim müzakirə olunur. Söküntü aparılan ərazilərdə bəzi vətəndaşlar təqdim edilən kompensasiya məbləği ilə bağlı razılaşsa da, bundan narazı qalanlar da az deyil. Sökülən evlərə görə kompensasiya məbləği əslində nə qədər olmalıdır? Ərazi nəzərə alınmalıdırmı? Adətən bunun üzərindən şərhlər verilir. Misal üçün bir daha deyək ki, Sovetski adlanan ərazidə hər evin kvadrat metrinə görə verilən məbləğin heç də adekvat olmadığı bildirilir. Çünki orada evlər balacadır adətən. Rəqsanə İbrahimzadə ilə mütəxəssislərlə birgə bu istiqamətdə danışacaq. Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, vurğuladığınız kimi hazırda elə Bakı şəhərinin baş planına uyğun olaraq bir sıra istiqamətlərdə söküntü işləri aparılır. Elə biz bundan əvvəlki bağlantılarımızda da bir neçə gün öncə bu barədə informasiya təqdim etmişdik ki, Binəqədi ərazisində eyni zamanda digər istiqamətlərdə söküntü işləri aparılır və sakinlərlə görüşlər nəticəsində razılıq əsasında onlara müəyyən bir məbləğdə kompensasiya da təklif olunur və təbii ki, sakinlərin bəziləri bu təklif olunan qiymətdən narazıdır və elə bununla bağlı ümumiyyətlə bu qiymətləndirmə prosesi hansı formada aparılır və ilkin yəni minimum məbləğ nə qədərdir? Bununla bağlı informasiyalara qonağım Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruçdan əldə edəcəyik. Xoş gördük. Buyurun, təfərrüatları, suallarımıza cavabı sizdən eşidək. İlk növbədə onu bildirim ki, kompensasiyanın ödənilməsi həmin vətəndaşlara öz yaşayış və ya mülkiyyət hüququndan imtinaya görə ödənilməlidir. Hər hansı bir yaşayış sahəsinin bazar dəyərinə görə yox. Çünki adətən sökülən binaların bir çoxları qəzalı vəziyyətdədir və onların yerləşməsi, habelə köhnə bina olması onların bazar dəyərini aşağı müəyyən edir. Ona görə biz təklif etmişik ki, əgər kompensasiya məqsədi ilə qiymətləndirmə həyata keçirilirsə, sökülən binanın ətrafında ən azı 1 kilometr radiusda yerləşən yeni tikililərin bazar dəyəri müəyyən olunmalıdır və həmin müəyyən olunmuş dəyərə uyğun olaraq kompensasiya məbləği verilməlidir. Çünki bu halda vətəndaş yaşadığı ərazinin ən azı 1 kilometr radiusundan kənara çıxmır, öz əvvəlki sosial statusunu qorumuş olur, öz yaşayış şəraitini saxlamış olur, hər hansı bir narazılıq baş vermir və proses ümumdövlət maraqları çərçivəsində həyata keçmiş olur. Hazırki durumda aşağı qiymətlərin müəyyən olunması qiymətləndirici şirkətlərə verilən istiqamətdən irəli gəlir. Çünki şirkətlər adətən həmin ərazidə bazar dəyərini müəyyən edirlər, amma ədalətli dəyər müəyyən olunmalıdır. Həmin ədalətli dəyərin bazar dəyərindən fərqi ondan irəli gəlir ki, ədalətli dəyər təkcə əmlakın dəyərini özündə ehtiva etmir, insanların, vətəndaşların həmin əmlakı olan hüquqlarının dəyərini müəyyənləşdirir. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün və əldə etdiyimiz informasiyaları diqqətinizə çatdırmağa çalışdıq. Bilirik ki, Bakının baş planına uyğun olaraq müxtəlif ərazilərdə söküntü işləri aparılır və təbii ki, şəhər infrastrukturunun daha da yaxşılaşdırılması, eyni zamanda yeni yolların salınması məqsədi ilə bu işlər görülür və təbii ki, sakinlərin də bu prosesdən razı qalmağı önəmlidir ki, bu istiqamətdə də işlər aparılır. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatları bizə ötürdüyünə görə.